Her zaman yenilikleriyle seçilen Wheels Academy bugün mentorluq proqramı ilə qarşınızdadır. Biz inanırıq ki, bütün tələbələrin xaricdə təhsil alması üçün yetərincə potensialı və istəyi var. Sadəcə olaraq düzgün istiqaməti yoxdur. Bu mentorluq proqramı isə məhz bunun üçündür. Biz bu mentorluq proqramı çərçivəsində müraciətçilərin akademik inkişaf profilindən başlayaraq ta ki düzgün proqram seçimi, sertifikat strategiyası, research istiqaməti, motivasiya, tövsiyə məktublarının yazılmasında, viza müsahibəsində, hətta viza alana qədər tam şəkildə dəstək göstəririk. Biz buna görə də bir seçim proqramı təşkil etdik və inanın ki, çox qatılanlar oldu bu seçim proqramına və qalibi seçmək heç də asan olmadı. Çünki hər bir müraciətin arxasında bir arzu, bir istək dayanırdı. İstərdik bugünkü günümüzün qalibini Rəmzi Məmmədzadəni sizə təqdim edək. Xoş gəlmisiniz Rəmzi bəy. Necəsiz? Xoş gəldiniz. Yaxşıyam. Siz necəsiz? Çox sağ olun. Sizinlə görüş çox yaxşı oldu. Sağ olun. Təşəkkür edirik. Görə çox sağ olun. Rəmzi bəy, istərdik bilək ki, mentorluq proqramının qalibi olaraq bu necə bir hissdir? Siz necə hiss edirsiniz? Bu hiss mənim üçün böyük bir məsuliyyət və sevinc hissidir. Sevinc hissidir ona görə ki, yüzlərlə gəncin arasından seçilmişəm. Məsuliyyət hissidir ona görə ki, özümü bu sahə üzrə doğrultmağa çalışacağam və bu imkanı maksimum şəkildə dəyərləndirməyə çalışacağam. Çox sağ olun cavabınız üçün. İstərdik bilək, tam təqaüdlü təhsil üçün mentorluq proqramı ilə daha öncə tanış olmuşdunuzmu? Bəli, bir qədər məlumatım var idi, lakin bu proqram sayəsində daha çox bilik əldə etdim. Xüsusilə yönləndirməniz, sizin real nəticəyə fokuslanmanız məni bu proqrama ən çox cəlb edən amillərdən biri idi. Buna görə də çox şadam ki, belə bir şərait yaratdınız mənim üçün. Rəmzi bəy, bilirsiniz ki, Wheels Academy Qlobal Təhsil Mərkəzi 4 ölkə üzrə fəaliyyət göstərir. Bunlar Kanada, Amerika, Asiya ölkələrində Yaponiya və Koreya ölkələridir. Sizin seçiminiz isə məhz Amerika üzrə oldu. Bilmək istərdik, nə üçün siz tam təqaüdlü təhsili bu ölkədə almaq istəyirsiniz? Düşünürəm ki, Amerika həm praktiki cəhətdən, həm akademik cəhətdən digər ölkələrdən nisbətən güc baxımından seçilir. Həm bu cəhətdən mən Amerikanı digər ölkələrdən üstün tuturam təhsil barəsində. Orada innovasiya mühiti var, yəni tələbələr üçün edə biləcək çox şey var. Orada Amerikada özüm üçün yeni bir startap layihəsi qura bilərəm öz peşəm üçün. Bu kimi amillər cəhətindən bu yüzdən Amerikanı seçmişəm. Çox gözəl. Bir də bir məqam var ki, məsəl üçün tam təqaüdlü proqramlara müraciət etmək üçün öncədən prosesə başlamaq ən böyük faktordur, biz bunu bilirik. Bu proqrama müraciət üçün ən azı biz bütün müraciətçilərimizə bunu bildiririk. Minimum 9 ay və ya 1 il öncəsindən artıq biz bu keçidə perioda başlamalıyıq. Biz də sizə mentorluğa qəbul etdik. Sizin inşallah önünüzdə 1 il zamanınız olacaq ki, hazırlaşmaq dönəminiz olacaq. Siz bu dönəmdən nələr gözləyirsiniz? Sizcə necə bir faydalı olacaq sizə bu dönəm? Mən düşünürəm ki, özüm barəsində müəyyən bacarıqlarımı inkişaf etdirərəm, müəyyən volunteer layihəsinə qatılaram, mümkündürsə startap layihələrimi inkişaf etdirərəm. Bu müddət ərzində özümün zəif və güclü tərəflərini tez qavramağa çalışaram və həmin mühitə adaptasiya olmağa çalışaram. Aha, biz bildiyimiz qədərilə sizin çox gözəl fəaliyyətləriniz var. Biz bunu istər intervyu zamanı, istərsə də sizinlə daha öncəki müsahibələrimizdən biz bunu bilirik. İndiyə qədər çox fəaliyyətləriniz olub. Bu haqqda danışa bilərsinizmi qısa şəkildə? Həyat ərzində bir çoxlu fəaliyyətim olub, lakin ən böyük nailiyyətlərimdən biri 2-3 gənc ilə birlikdə işlədiyim SAT Practice platformasıdır. Bu Practice platformasını biz sıfır sərmayə ilə qurmuşuq. Sadəcə saytın domen hissəsini ödənişlə almışıq. Qalan hər şey kodu, back-endi, front-endi, database hamısını özümüz qurmuşuq və düşünürəm ki, bu nailiyyət üzrə digər gənclərdən seçilirəm. Həmçinin aşağı yaşlarda Azərbaycanda olan Texnofest yarışına qatılmışam. Orada yer tutmuşam. Proyektimiz Türkiyə Bakanlıq tərəfindən təsdiqlənib və bəyənilib və həmçinin digər tipli startap layihələrində iştirak etmişəm, volunteer olmuşam. 2025-ci ildə Sabunçu Gənclər Evində 17-ci könüllülük proqramında iştirak etmişəm və
Daha çox ola bilər, lakin siz mənə dediyiniz ilk dəfə ağlıma bunlar gəlir. Aha. Həyat Siz bu mentorluq dövründə özünüzü inkişaf etdirərək daha çox Amerika universitetlərinə müraciət üçün bir namizəd olacaqsınız. İnşallah ki, qazandığınız təqdirdə bir universitet seçimi etməlisiniz. Sizin planınızda olan bu universitetlər varmı? Xüsusi olaraq istədiyiniz, müraciət etmək istədiyiniz bir universitetlər və nə üçün seçiminiz həmin universitetlərdən dolayı olardı? Əlbəttə ki, universitet seçimi dedikdə ağlıma ilk dəfə Amerikanın top universitetləri gəlir, Ivy League-də olan. Başlıca Harvard, Yale, Stanford, Oxford, MIT olmaqla digər top universitetləri nəzərdə tuturam. Belə mən düşünürəm ki, insanın hədəfi nə qədər böyük olduqda o qədər inkişaf edə, o qədər irəliləyə biləcək. Buna görə də hədəfimi hər zaman ən üst tuturam və bu səbəbdən olaraq top universitetləri seçirəm. Çox gözəl seçimlər etmisiniz. Həqiqətən də top universitetlər seçimidir. Bəzən mən burada bir keçid etmək istərdim ki, bəzən tələbələr olur ki, bu top universitetlərdən qəbul olmanın mümkünsüz olduğunu qeyd edirlər. Amma əsla belə deyil. Siz öz üzərinizdə çalışdığınız təqdirdə, hazırlaşdığınız təqdirdə əlbəttə ki, bu nəticələrə gələ bilərsiniz. Bu top universitetlərdə təhsil ala bilərsiniz bir gənclər olaraq. Çox gözəl seçimlərdir. İnşallah ki, qazanmış olarıq buna. Universitetdən danışmışkən istərdik bilək ki, sizin seçiminiz hansı ixtisas sahəsi üzrə olacaq və bu seçəcəyiniz bu ixtisasa maraq sizdə necə yarandı? Nə üçün o ixtisası seçmək istərdiniz? Bu haqqda bilmək istərdik. İxtisas dedikdə ağlıma texnologiya əsri olduğumuza görə texnologiya barədə ixtisaslar gəlir. Lakin insanların bir çoxunun yanıldığı ixtisaslar var texnologiya sahəsi barəsində. Məsələn, kodlaşdırma, yəni proqramlaşdırma ixtisası. Bu ixtisas hal-hazırdakı vəziyyətə baxdıqda yaxşı inkişaf etmir. Süni intellekt bu ixtisasın qarşısını aldığına görə artıq insan əməyi ilə yox, süni intellekt əməyi ilə hər şey, bütün startaplar, bütün saytlar qurulur. Mən də düşünürəm ki, süni intellektin bu irəliləyişindən, bu inkişafından səmərəli şəkildə istifadə edib, mən də süni intellekt sahəsində gedim. Süni intellekt dedikdə insanların bir çoxunun ağlına sadəcə chatbotlar gəlir. Məsələn, ChatGPT ya Gemini. Lakin süni intellekt bununla bitmir. İnsanların süni intellektdən faydalanma ən yaxşı yollarından biri kod yazmaqdır. Buna vibe coding də deyirlər. Bayaq ad çəkdiyim saytda məsələn heç bir proqramlaşdırma biliyi olmadan qurduğumuz sayt idi. Burada da mənim süni intellektlə bağlı olan sahəmi inkişaf etdirmək üçün ən yaxşı yollardan biri kimi istifadə etmişəm bu saytı qurmaqla. Yəni belə deyə bilərəm. Çox gözəl. Seçiminiz də çox gözəldir. İnşallah ki, bu ixtisasda təhsil almaq sizə qismət olar və düşünürük ki, gələcəyin çox savadlı kadrlarından, gözəl mütəxəssislərindən biri olacaqsınız. Biz buna inanırıq. İndi isə istərdik ki, bu sual hər zaman bizə maraqlı olub. İlk gündən, bizi ilk tanıdığınız gündən bu günə qədər bizim haqqımızda təəssüratlarınız necə olub? Yəni, necə tanımısınız Wales Akademi Qlobal Təhsil Mərkəzini? Bu haqqda danışardınız. Wales Akademini ilk dəfə Instagram səhifənizdə görmüşdüm. Nailiyyətlərinizi ilk dəfə gördüyümdə gözlərim qamaşdı. Çünki belə bir nailiyyətlərin Azərbaycandan çıxması, xarici gənclərə yol açılmasında böyük yol xəritəsi çəkmisiniz. İstərdim ki, mən də o zamanlar sizinlə əməkdaşlıq edim və yeni postunuzu gördüm təqaüd proqramı ilə bağlı. Sadəcə şansımı sınamaq istədim və o qədər də əslində özümə güvənirdim, təvazökar olmayacağam. Lakin yüzlərlə gəncin sizə CV atmasından tutmuş, sizinlə intervyu etməsinə görə özümə o qədər də şans vermədim. Lakin xəbər gəldikdə yerə göyə sığmadım. Çünki belə bir Amerikaya hədəfləyən bir gəncin pulsuz təqaüd proqramına qalib gəlməsi çox şadverici bir xəbər idi. Sizin nailiyyətləriniz, sizin gənclərə yönləndirilməniz, istiqamət verməniz və real əsl nəticəyə fokuslanmanız məni ən çox cəlb edən amillərdən biri oldu və bu gün də şadam ki, sizlə əməkdaşlıq edirəm. Biz də çox şadıq, çox təşəkkür edirik dəyərli sözləriniz üçün, minnətdarıq. İstərdik ki, indi isə bu
gözəl fikirlərinizdən, təəssüratlarınızdan sonra sizi izləyən bir gənclərə nə olardı sizin fikirləriniz? Sizcə öz xəyallarının, öz istəklərinin, arzularının arxasınca getsinlərmi? Son olaraq, yəni bir qalibiyyət var əlbəttə ki, hər bir istəyin sonunda. Siz nə təklif edərdiniz sizi izləyənlərə? Təklif edərdim ki, bir yol üzrə getsinlər, bir peşə seçsinlər, bir ixtisas seçsinlər və digər çaşdırıcı ya fikir yayındıran amillərdən istifadə etməsinlər. Məsələn, mən AI üzrə gedəcəm, lakin mənim bu vaxta qədər bir çox səhvim olub. Məsələn, kiber təhlükəsizlik üzrə sertifikatlarım var, data analitika üzrə sertifikatlarım var. İstəyirdim ki, bu sertifikatları almaq yerinə öz peşəmdə daha uğurlu olub, daha özümü göstərim və gənclərə tövsiyə edərdim ki, hal-hazırda bir yol xəritəsi özlərinə çizsinlər və o yol xəritəsi üzrə getsinlər. Hədəfləri böyük olsun, vaxt itirən amillərdən uzaq dursunlar. Daha çox internetdə yaxşı şeylər araşdırsınlar. Məsələn, mənim sizi araşdırdığım kimi sadəcə bunları tövsiyə edərdim. Bir də ki, dərslərinə vaxt ayırsınlar və eyni zamanda sosial aktivitetlərdən istifadə etsinlər. Bu qədər. Çox gözəl, təşəkkür edirik. Bizə bildirmək istərdik ki, əziz izləyicilərimiz, burada gördükləriniz sadəcə bir başlanğıcdır. Əgər siz də haradan necə başlayacağınızı bilmirsinizsə, biz bu yolda sizə tam şəkildə köməklik göstərə bilərik. Unutmayın ki, bütün müraciətləri siz özünüz tək şəkildə icra edə bilərsiniz. Lakin mentorla irəliləmək daha sürətli və daha dəqiq şəkildə olur.